Ebedi olmadı bizim sevgimiz. Vedlerin sadece hoşuma geldi. Ağlıma gelmezdi ayrılarıq biz. Ağlıma gelmeyen başıma geldi. Senli hatireler yadıma düşür, aktarır her yerde gözlerim seni. İndi bu halımı çokları görür, lağa edilmeyi çok üzür beni. Getirin o yardan mənə bir xəbər. Neyləyib, necədir bir xəbər bilim. Bilirəm düşmənlər əl çalıb güneş. Çarəsiz kalmışam, gören neyleyim. Senli hatireler yadıma düşür, aktarır her yerde gözlerim seni. İndi bu halımı çokları görür, lağa edilmeyi çok üzür beni. Ebedi olmadı bizim sevgimiz. Vedlerin sadece hoşuma geldi. Ağlıma gelmezdi ayrılarıq biz. Ağlıma gelmeyen başıma geldi. Senli hatireler yadıma düşür, aktarır her yerde gözlerim seni. İndi bu halımı çokları görür. Ləman idi. Nə? Deyirəm indi bu dəqiqə qapıdan çıxartdığın Ləman idi. Başa düşmədim. Nəyi başa düşmürsən, hə? Nə baxırsan üzümə? Deyirəm indi qapıdan kimi çıxartdın? Ləman idi o. Qəsdən eləyirsinizsə, yaramın qaysağını qoparırsınız. Baş Ləman sağ olun. Yaxşı, bəs gecən bu vaxtı çöldə nə gəzirsən?
Zibil atırdım. Bu saatdə zibil atırdın. Ha, Vedrən onu. ne vedre? Ha, vedre. Torbaya yığıb atmışdım. Solmaz xala. Həyətdən çıxanda sənin yanında kimsə var idi. Məni dolama. Allah eləməsin. Vallahi gözünüze görünüb, yəqin yorğunluqdandır. Yanımda heç kim yok idi axı. Necə yəni yox idi? Gördüm axı. Yok. Ha kızım vallahi səhv görmüsən. Neyse gözüne görünüb. Yorğunsan gel gidelim. Sana bitki çayı demleyeyim iç. Gel. İstəmirəm, özün içərsən. Get özün iç. Yaman idi. Yalanlar. Necə ola bilər? Ola bilməz. Sən ölmüşdün axı. Buyurun Banu xanım. Bu dəqiqə telefonla danışanda eşitdim. Toğrul müəllim üçün bilet alırsan. Hara gedir? Üzrlü sayın Banu xanım, bu haqda mən sizə bir söz söyləyə bilmərəm. Başa düşmədim. Necə yəni söyləyə bilmərəm? Mən Toğrul müəllimin həyat yoldaşıyam. Bilmək haqqımda. Hara gedir? Toğrul müəllim mənə tapşırıb ki, bu haqda heç kəs heç nə bilməməlidir. Ona görə də özündən soruşun. Zəhmət olmasın. Yaxşı, çıx.
Buyurun Xavər xanım, eşidirəm sizi. Banu'ya göre biraz narahat idim. Evden seher çıkanda dedi ki işten sonra sizin yanınıza gidecek ama sizin yanınıza gelmeyin. Bir dəqiqə zəng eləyirəm. Zəng eləməyin, zəng eləməyin. Mən zəng eləmişəm. Telefon nəsə cavab verin. Elə mən də sizlə Xavər xanım bir məsələ barəsində danışmaq istəyirdim. Buyurun. Amma çox xahiş edirəm mənim səhv başa düşməyin. Bir ata kimi Banu'ya görə çox narahatım. Mənim ondan başqa heç kimim yoxdur. Düzdür, bu öz seçimini elədim. Amma dünən bir söz eşitdim. Eşitdim, siz bankdan kredi çəkmək istəyirsiniz. Məni düz başa düşün. Əgər sizin pula ehtiyacınız varsa, mən sizə kömək eləməyə hazıram. Sen benim ömrümün baharı yazı. Ben senin ömründe şahtalı kışam. Ben seni sevmeye senin eğnirem. Ben seni sevmeye verdiş olmuşam. Mən səni eşqimin bahar çağında hardasa unudub bitirməmişəm. Sen benim ömrümün vərəqləriysən. Hələ də oxuyub bitirməmişəm. İçinde sen olan böyük şehirde ben niye bu kadar sensizlemişim? Ben senin verdiğin hasreti qəmi bağrıma basmışam, əzizləmişəm. Düşünmə unudub məhəbbətini. Mən sənin qəlbini qıran adamam. Ben her gün içimde, fikirlerimde senin hayalını kuran adama. İçinde sen olan böyük şehirde ben niye bu kadar sensizlemişim? Ben senin verdiğin hasreti qəmi bağrıma basmışam, əzizləmişəm. Mən səni sevməyə səni neynirəm? Bu ilin renkleri Fab ada çayı yaşılı, Fab beyaz bal renkleridir. İlin Mən səni sevməyə vərdiş olmuşam. Ləman,
ondan aile kurarsan. Gedirəm uzağa, biləsən gülüm. Daha əlin mənə çatmayacaqdı. Seyrinə daldığım o gözlərinə, gözlərim bir daha baxmayacaqdı. Olmaz. Daha ellerinden tutmaya Təklifini qəbul edə bilmərəm. üşüsen eline elcek takarsan, ne vaxtsa yadına düşüp elesen, artık hayallardan mənə bakarsan. Bu sevgi yaşanmış bir yuxu oldu, qəfildən ayılıp boşluğa düştük. Yuxumuz bu dəfə şərə yozuldu. Sevgi çiçeğiydik, borana düştük. Son dəfə ilk görüş yerine gelip, senle sensizliği karşılayıram. Birlikte çekilen son şeklimizi gözünün önünde çürüp atıram. Seni seviyorum. Mən də səni sevirəm, Toğrul. Yaxşı ki varsan. Yaxşı ki varımsan. Emin ol sensiz de xoşbəxt olacağım. Senin bensiz xoşbəxt olduğum kimi. Elvida dünyamın sönen güneşi, ömür körpüsünden koşa geçmedik. Belki de ne vaxtsa karşılaşarıq. Belki de bir daha hiç görüşmedik. Belki de ne vaxtsa karşılaşarıq. Belki de bir daha hiç görüşmedik. Yavaş yavaş sevdim seni. Her gün biraz da sevdim. En çok bu kış sevdim seni. Karda yazda sevdim. Gör bir ne tez isiniştik. Havalar soyuyanda Nişanda en güzel kız seniyim. Utandırma məni. adamlar kalın giyinir. Leman, Ağaçlar soyunanda kar altından baş kaldıran
çiçekte sevdim seni. İstisine kızındım, ocakta sevdim seni. Hele bu cür Biz bir ömür boyu xoşbəxt olacağıq. Bu xoşbəxtliyi bizim əlimizdən heç kim ala bilməyəcək. İnşallah. kimi seni sevdim kar üstünde. Yaxşı ki səni tanımışam. Kuş kimi Yaxşı ki səni sevmişəm. korka korka bu sübh çağı. Ne bakırsan göğe sen, deyirsən ki güneş çıxıb. Qar əriyir Görsən bayaqdan gərgin idi. deyəsən. Hər şey gözəldir. Hələ də inana bilmirəm. Doğru, biz doğrudan da nişanlandıq. Doğrudan da bacardıq, mən inana bilmirəm. O sevgiye, Mən həmişə bu günün xəyalı ilə yaşamışam. muhabbete. Mən nə qədər sənin yanındayam, bütün xəyallarını reallaşdıracağam. Həmişə sənin yanında olacağam. Həmişə. Sus. O yalancı iller güne değmezmiş. Gül verdim sana, Sənin nəsə deməyə haqqın yoxdur. değmezmiş. Gözümde çağlayan Mən hər şeyi öyrəndim. değmezmiş. Bilirsən, Sevgiye hər şeyi öyrəndim. o mehabbete. Mən sənə ürəyimi açdım, Eleman, ürəyimi. Fena olsun Sən nə elədin? Sən məni məhv elədin. Sən məni məhv elədin, məhv. gönlümü hiç kime Niyə? Ha? Niyə belə elədin? bilmedim. Senden başkasını sevemedim. Mən hər şey sən sevdiyimə görə eləmişəm. Hər şey. Sən məni heç vaxt sevməmisən. Sən məni heç vaxt sevməmisən. Hər şey yalanmış. Hər şey yalan imiş. Mən səni itirməmək üçün eləmişəm hər şeyi. Səni itirməmək üçün. O saf niyete Məni itirməmək üçün. Mən sənə güvənmək istədim, Ləman. Sən nə elədin? Ha? Sən nə elədin? Sən hər şeyi məhv elədin. Hər şeyi məhv elədin, məhv elədin. yuhu bilmedim. İçimde alışan Bundan sonra mən sənə heç vaxt güvənməyəcəm. Heç vaxt. Ne olur eləmə səni, ne olur. çok Ne olur. Ne olur. sevgiye, o mehabbete. Özümün özümden acımım gelir. Dostlarım kederli. Götür beni de gedək buralardan.
Ha? Ne olar Toğrul, ne olar? Çıkak gedək ikimiz buralardan. Ha? Gedək. Sen beni sevmemişsin. Sen beni hiç vaxt sevmemişsin. Sen benim adımı, sanımı, şanımı, şöhretimi, varımı, dövlətimi sevmişsin Leman. Sen beni hiç vaxt sevmemişsin. Ben artık seni sevmiyorum. O saf niyete Ben sensiz yaşayabilmedim. Ne olur beni eyleme, ne olur. Ne olur bizden ayrılmam Deni, ne olur. Ne olur. Ne olur. sultanlık tahtı Leman, devrinecek her şey bitti. Küleksiz, tufansız Yok, soldu yok. Her şey bitti. O sevgi nifrete çevrildi nece heyif. Heyif o sevgiye, heyif o mehabbete, heyif o günlere, o saf niyete, heyif o sevgiye, heyif o mehabbete. Sen bildin, ben bildim, çoğu bilmedim. Heyif o sevgiye, o mehabbete. Toğrul. Senin de onu seveceksen Toğrul. Ha? Onunla evleneceksen sen. Ona dokunacaksan. Onunla bir yastığa baş koyacaksan. Onunla bir yerde yaşayacaksan sen. Onun saçlarına dokunacaksan sen, onun elini tutacaksan, onun gözlerine bakacaksan sen. Yüreğinde beni öldüreceksen. Mahvedeceksen beni. Öldürdüm. Ben seni de öldürdüm. Bizi de. Yok. Çık git buradan. Yok. Yok, eleme ne olur, eleme ne olur, eleme ne olur. Leman. Ben sensiz yaşayabilmem. Ne olur sensiz yaşayabilmem. Ben seni çok seviyorum. Ne olur. Ne olur. Ne olur. Benim neler çektiğimi sen bilmirsən. Benim necə mübarizə apardığımı sen bilmirsən. Ona göre de xahiş edirəm. Bak senden xahiş edirəm. Mənə belə rəftar eləmə. Sen bana inanmasan, sen bana güvenmesen ben ölərəm. Bak ben bugüne kadar her şeyimi tek başıma hallelemişim. Her şeyimi. Hiç kim benim yanımda olmuyor. Hiç kim benim başımı sığalamıyor. Ama sen hemşe yanımda olmuşsan. Sen benim atamın, öz atamın belə mənə vermediği değeri vermişsən bana.
Ona görə də nə olar məni tək qoyma. Nə olar məni sevgindən məhrum eləmə. Mən səni heç vaxt tək qoymaram. Sən mənim bu həyatdakı hər şeyimsən. Sən də mənim. Xavər xanım, dediyim kimi, əgər doğrudan da probleminiz varsa, mən sizə kömək etmək istəyirəm. Təşəkkür edirəm Elxan müəllim. Heç bir problemimiz yoxdur. Sadəcə şirkətin təzə başladığı layihəyə görə kredit götürmək istəyirdim. Ona görə bankın biri ilə söhbət eləmişəm. Əgər Xanlarovlar bankdan kredit götürürlərsə, deməli işlər yaxşı getmir. Hə? Xahiş edirəm Elxan müəllim, heç bir problem yoxdur. Ona görə bu söhbəti bağlayıram. Yaxşı, nə deyirəm? Qoy siz deyən olsun. Amma sizə bir şey deyəcəm. Siz Banu'ya görə heç narahat olmayın. Mən öz qızımdan onu ayırmıram. Siz Banu'nun nə qədər xoşbəxt olmağını istəyirsinizsə, mən də elə o qədər istəyirəm. Mən də istədiyim elə budur, Xavər xanım. İstəyirəm ki, qızım həmişə xoşbəxt olsun. İnanıram ki, siz həmişə mehriban olacaqsınız. İnanın Elxan müəllim. Mən də bunu istəyirəm. Hələlik, sağ olun, xoş oldu. Cahangir müəllimə salam deyərsiniz. Çox sağ olun. Təşəkkür edirəm. Bu ilin rəngləri Fab Moka qəhvəsi. Fab südlü latte rəngləridir. İlin rəngi Fab boyalarındadır. Mən Fabda ilin rəngi boyalarını çox sevirəm. Xilas olanlardan biri heç tərləməyib. Və həm də ondan təravətli nanə ətri gəlir. İnanılmaz. Bu təravət ondan gəlir. Yeni Cold Spice dezodorant stick. Anında sərinlik hissi. Paltarlarınızı tərtəmiz etmənin fərqli bir yolu. Yeni Ariel hamısı bir arada pods. Ləkələri podla. Xoşa gəlməz qoxuları podla. Qısa proqramlarda podla. Əvvəlcə Ariel Pods, sonra paltarlar. Tərtəmiz paltarlar üçün sən də podla. Uşaqlardan uzaq tutun. Yalnız əfsanələr tarixi yaradır. 10 dəfə daha dərin təmizləyir və kəpəyə qarşı 100% qoruma təmin edir. Clear ilə əfsanəvi anlar yarat. FIFA 2026 Dünya Çempionatının rəsmi sponsoru. Qiymətlər əridi. Abşeronda 425 manatdan dondu. 2-12 iyul tarixlərində Abşeron Ticarət Mərkəzində kondisionerlərə böyük endirim kampanyası başlayır. Byte Home, Dokla, Evrolux, Newcont, Sahara Electronics, Sokani və Anta mağazalarında yay üçün sərfəli kondisioner təklifləri sizi gözləyir. Üstəlik, bəzi mağazalarda çatdırılma və quraşdırılma pulsuzdur. Daxili kredit və taksit imkanları da mövcuddur. Sərfəli alış-verişin doğru ünvanı. Yenə dünyanın ən ləzzətli yeməyini pişirmişsən, hə? Hə, çünki anam yeməyin sevgisini qattı. Gözümlə gördüm. Çoxlu ürəklər var idi. Final yağları ürəklə sizinlə. Magnum xüsusi zövqlə hazırlanmış şokoladı və məxməri dondurması. Nəyə danışacağıq? Gözlə. Bax, bunu.
Üzünü çevirib çıxıb gedə bilməzsən. Sualıma cavab ver. Güya danışsan başa düşəcəksən. Hı? Sən əvvəlcə sakitləş, sonra danışarıq. Sakitləşmək istəmirəm. Həqiqətləri bilmək istəyirəm. Yaxşı. Sən niyə getmişdin ora? Hə? İndi sən sualıma cavab ver. Niyə getmişdin ora? Çünki həqiqəti bilmək istəyirdim. Nə vaxt gəlib o məktub sənə? Səhər otağımda tapdım məktubların arasında. Maraqlıdır, yaxşı. Otağa kim qoyub? Onu mən bir ayda gəlib getmirəm şirkətə. Mən hardan bilim kim qoyub? Hətta biraz araşdırdım, sonra gördüm heç bir mənası yoxdur. Niyə? Deyirəm axı, bir ayda mən şirkətə gəlib getmirəm. Allah bilir nə qədər adam girib çıxıb. Sonra da fikirləşdim ki, yəqin Ləman ölməmişdən qabaq özü gətirib qoyub. Ölməmişdən qabaq. Sonra da getdim qəbr üstünə, cırdım, atdım. Banu, Ləman yoxdur. Ləman ölüb, yoxdur, başa düşürsən? Söz-söhbət salmağa da ehtiyac yoxdur. Yoxdur da, hə? Ləman yoxdur. Əminsən bundan? Yaxşı. Qoy sən dediyin kimi olsun. Bəs katibənin aldığı biletlər nə üçündür? Kimdən gedirsən? Sən orada bilirsən. Bu həyatda heç nə gizli qalmır da, doğru müəllim. Yaxşı. Onda bundan sonra sənə sürpriz eləməyəcəm. Necə yəni? Demək istəyirsən ki, bileti ikimiz almısan? Dedim axı, sürpriz eləyəcəkdim. Hətta yola çıxana qədər də deməyəcəkdim. İndi niyə deyirsən bəs? Fikirləşdim ki, buradan uzaqlaşmaq ikimiz üçün də yaxşı olar Banu xanım. Nəysə, onsuz da sürpriz olmadı, hər şeyi öyrəndin. İstəsən, getdiyimiz ölkəni sən seçərsən. Düzdür, mən İspaniyanı seçmişdim. Daha fərqi yoxdur. Əsas odur ki, buradan uzaqlaşaq. Yəni, sən bir də mən, ikimiz İspaniyaya. Şirkət bu vəziyyətdəykən, ailəm buna razı olacaq? Olacaqlar. Onlar da bilir ki, ikimizin də dincəlməyə ehtiyacımız var. Əslində heç balayımız da olmamışdı. Hə. Həm ona görə, həm də sənə qarşı biraz haqsızlıqlar eləmişəm. Səhvlərimi düzəltmək istəyirəm. Bax doğru, əgər bu tətili başqa birisi ilə planlamışdınsa, yəni onunla gedə bilərsən. Mən eşitdim deyə yalan danışmağa ehtiyac yoxdur. Sən istirahətindən qalma. Bana indi bu nə deməkdir? Hı? Nə deməkdir bu? Birdən ikiyə mən sənə yalan demişəm. Mən belə bir adamam. Mən indiyə qədər nə hiss eləmişəmsə, hamısını sənin özünə demişəm. Başa düşürəm, mən sənə haqsızlıqlar eləyə bilərəm. Amma mən sənə yalan danışmıram. Mən ümumiyyətlə yalan danışmıram. Həyatda ən zəhlim gedən şey də yalan danışmaqdır. Yalanı da heç vaxt bağışlamıram. Mən indi belə başa düşürəm ki, sən mənə güvənmirsən. Hə, sən mənə güvənmirsən.